Bismillahirrahmanirrahim. Soruşurlar ki, fürsətləri əldən verməmək və fürsətlərdən düzgün yararlanmaq üçün nə etmək lazımdır? İmam Əli əleyhissalam buyurur, fürsət ötəri bulud kimi keçir. Buna görə də gözəl fürsətləri əldən çıxarmayın. Fürsət dedikdə bu və digər yaxşı işi görmək üçün lazımi şəraitin hazır olması nəzərdə tutulur. Məsələn, hər hansı bir şəxsin elm alması üçün bütün şərait mövcuddur. Sağlamlığı, bacarığı, gözəl müəllimi, təhsil üçün ideal şərait və s. hamısı var. Bütün bu amillər birləşib fürsət adlanır. Fürsətlər müxtəlif amillərin birləşməsindən yarandığı üçün müəyyən dəyişiklik nəticəsində əldən çıxa bilər. Fürsətlər iki cür olur. Bir, təbii fürsətlər. Yəni, Allahın təqdiri ilə qarşıya çıxan insanın iradəsindən kənar hallar. Və iki, yaradılan fürsətlər. Yəni, insanın öz elmi, bəsirəti, iradəsi və əməli ilə meydana gətirdiyi imkanlar. İmam Əlinin sözlərində vurğulanan buludun keçib getməsi bənzətməsi məhz birinci növə aiddir. Yəni, qarşına çıxan yaxşılıq anını görməmək və ötürmək təhlükəsi. Bəs fürsət necə yaradılır? Bunun üçün 4 yol deyirik. Birinci, elm və hazırlıq. Hazır olmayan insan fürsət gəlsə belə ondan istifadə edə bilməz. Kamil insan əvvəlcədən özünü elm, iradə və bəsirətlə hazırlayır. Ona görə fürsət yarandığı an dərhal hərəkətə keçə bilir. Əslində fürsəti gözləməkdən çox ona hazır olmaq həlledicidir. 2. Himmət, yəni yüksək əzm. Böyük məqsədə malik insan kiçik şeylərlə kifayətlənmir. Daim yeni imkanlar axtarır. Adi görünən vəziyyətlərdə belə inkişaf yolu tapır. 3. Fəal münasibətlərin qurulması. İnsanlarla əlaqə, elm mərkəzləri, ictimai fəaliyyət, bunların hamısı gələcək imkanların toxumudur. Kamil insan, yaradıcı insan, uğurlu insan bu əlaqələri şuurlu şəkildə qurur, təsadüflərə buraxmır. 4. Nəfsin təmizlənməsi. Tənbəllik, qorxu, tərəddüd və qəflət insanın gözünün qarşısındakı fürsəti belə görməyə mane olur. Deməli, nəfsin islahı özü bir növ fürsət yaratma vasitəsidir. Çünki görməyi əngəlləyən pərdələri aradan qaldırır. Sonda onu da qeyd eləyək ki, səmada daim axan ulduzlar kimi insan həyatında hər an milyonlarla fürsət ulduzu yanıb sönür. Əgər sənin teleskopun, yəni elmin, iradən, bəsirətin yoxdursa, o ulduz axınını görməyəcəksən və sənin üçün o fürsət mövcud olmayacaq.